Salam əziz müdavimlər, hər vaxtınız xeyir olsun. Bugünkü mövzumuz modal words'dır, yəni modal sözlər. Bu modal words'ləri zərflərlə qatışdırmaq olmaz. Müdavimlər üçün düşən suallardan, maraqlı mövzulardan birisi də modal words'dır. Modal sözlər sərbəst nitq hissəsidir. Onlar cümlənin sintaktik quruluşuna daxil olmur, yəni cümlə üzvü olmurlar. Modal sözlər danışanın ifadə etdiyi fikrə münasibətini, əminliyini, ehtimalını, şübhəsini və ya emosional qiymətləndirməsini bildirir. Başqa sözlə, modal sözlər obyektiv reallığa, danışanın subyektiv münasibətini ifadə edirlər. Modal sözlər adətən cümlənin əvvəlində işlənir və vergüllə ayrılır. Lakin onlar cümlənin ortasında və yaxud da sonunda da işlənə bilirlər. Modal sözlərin əsas qrupları hansılardır? Gəlin bunları təhlil edək. Birinci, əminlik bildirən modal sözlər. Certainty, bu sözlər danışanın fikrinə tam və yüksək dərəcədə əmin olduğunu göstərir. Bu zaman işlədilən sözlər aşağıdakılardır. Bu sözləri əzbərləsəniz, testin cavabını asanlıqla tapa biləcəksiniz. Certainly, undoubtedly, surely, really, of course, indeed, definitely, naturally, no doubt, obviously. Bunlara aid cümlələr öz əksini tapmışdır. Bir cümləni oxuyuram. Certainly, she is right. He is obviously lying. Göründüyü kimi əvvəldə gəldiyi üçün vergüllə ayrılıb. Daha sonra mübtəda xəbər quruluşu gəlir. İkinci cümlədə isə göründüyü kimi modal söz köməkçi feillərin əsas feilin arasında yerləşir. İkinci qrup ehtimal bildirən modal sözlər. Probability, possibility. Bu sözlər hadisənin baş vermə ehtimalını göstərir. Həmən ehtimal bildirən modal sözləri gördükdə bilirsiniz ki, bunlar da modal sözlərdir. Bu sözləri də əzbərləyirsiniz. Probably, perhaps, maybe, possibly, apparently, presumably və bunlara aid olan cümlələr öz əksini videoda tapıb dayandırıb rahat şəkildə baxa bilərsiniz. He will probably arrive late. Perhaps she forgot to call you. Maybe it will snow tomorrow və s. nümunələrə özünüz baxarsınız. Üçüncü qruplar arzu olunan və ya arzu olunmayan hadisəyə münasibət bildirən modal sözlərdir. Bunlar desirability-dir. Bu sözlər danışanın hadisəyə emosional münasibətini bildirir və dediyim kimi bu sözləri də əzbər bilməyiniz lazımdır. Fortunately, unfortunately, likely, unlikely, happily, unhappily kimi sözlər buna misaldır və həmən sözlərdən istifadə olunan cümlələrə baxırıq. Fortunately, nobody was injured. Likely, we arrived on time. Gəlin, indi isə modal sözlə zərfin fərqinə fikir verək. 90% demək olar ki, modal sözlər zərflərdən əmələ gəlib. Onlar kimi sonlarında elvay şəkilçisi görə bilərsiniz. Lakin bir çox modal sözlər zərf kimi işlənə bilsələr də onların hansı nitq hissəsi olduğunu cümlədəki funksiyası müəyyən edir. Belə ki, bildiyimiz kimi zərf feili və ya hərəkəti izah edir. Gəlin nümunəyə baxaq. He died unfortunately. Burada died hərəkət bildirir. Zərfdir. Özündən sonra zərf tələb edir. Göründüyü kimi hərəkətin xarakterizə etdiyi üçün daha doğrusu zərfdir. Modal söz isə bütünlükdə cümləyə, yəni danışana münasibəti bildirilir. Unfortunately, he died. Göründüyü kimi vergüllə də ayrılmışdır. Yəni, bütün fikrə münasibəti bildirən söz modal sözdür. Və modal feillərdən fərqli olaraq başqa feilləri idarə etmirlər. Modal sözlərin cümlədəki yeri dedik cümlənin əvvəlində gələr. Ona uyğun bir misal göstərdik. Vergüllə ayrılır. Cümlənin ortasında da gələ bilər. Adətən öncə qeyd etdiyim kimi köməkçi feildən sonra əsas feildən əvvəl gəlir. Burada is və going-in arasında yerləşir və yaxud da upset-in arasında clearly, the clear upset about the decision kimi cümlədə cümlə ortasında gəlir və cümlənin sonunda da işlənə bilir. For example, he will come maybe. Göründüyü kimi vergül maybe bu bizim ehtimal bildirən modal sözümüzdür. Modal sözlər və cümlənin tonu. Gəlin cümlənin tonuna da fikir verək. Modal sözlər cümlənin mənasını və danışanın münasibətini dəyişdirə bilir. Gəlin müqayisə edək. Tona uyğun olaraq dəyişməyə fikir verək. Sadə bir, neytral bir fakt bildirən bir cümlə götürək. He is guilty. Göründüyü kimi
Bu sadə, neytral bir fakt bildirən cümlədir. Əgər biz modal söz əlavə etsək, tutaq ki, ehtimal bildirən modal söz probably, he is probably guilty, ehtimal bildirir və yaxud da he is undoubtedly guilty, tam əminlik bildirir. Göründüyü kimi neytral faktdan fərqli olaraq tonuna görə, cümlənin tonuna görə modal sözü də təyin edə bilirik. Sadə bir qeyd edim ki, yes və no bəzi hallarda görərsiniz ki, bədii ədəbiyyatlarda danışan münasibətini ifadə etdikləri və cümlə üzvü olmadıqlarına görə modal sözlərə yaxın hesab edilə bilər. Bəzi test tapşırıqlarına çaşdırıcı sualların içərisində bu da var. Diqqətinizə görə minnətdarım, sağ olun.